Aziz abituriyentlər, xoş gördük hər birinizi. Mən yenə bugün OTK və müstəqil qiymətləndirmə imtahanını keçirdiyi 16 oktyabr 11-ci siniflərin riyaziyyat suallarının izahını verəcəm. Sualların izahına baxmazdan əvvəl kanalımıza abunə olmağı unutmayın ki, bütün sınaqların çəkilişlərində sınaqları yoxlaya biləsiniz. Uğurlar arzulayıram. İnşallah hər biriniz yüksək nəticə əldə etmisiniz. Keçək birinci suala. Deməli 31-də deyir, BH hündürlükdür. Deməli ABY YBS-yə bərabərdirsə, deməli BY tən böləndir. Bu da hündürlükdür. Bilirik ki, tən bölənlə hündürlük arasında qalan bucaq digər iki bucağın fərqinin yarısına bərabərdir. 70 çıx 60 bölünsün 2. Elədir 5. Cavab oldu D variantı. 32 nömrəli tapşırıqda natural bölənlərinin sayından söhbət gedir. Biz əvvəlcə bu mürəkkəb ədədi sadə vurğuların hasil şəklində göstəririk. Natural bölənlərin sayı sadə vurğuların qüvvətlərinin üzərinə 1 gəlib fasili tapırıq. Yəni n plus 1 bərabərdir 25. N plus 1 5-ə bərabərdir. N də 4. 33 nömrəli tapşırıqda 8-ci dərəcədən 8 minus 2 kök 15 vurulsun. 4-cü dərəcədən kök 5 plus kök 3. Bilirik ki, kökün dərəcələri müxtəlif olduqda, kökün dərəcələrini vurduqda, böldükdə, müqayisə etdikdə eyniləşdirməliyik. Burada eyniləşdirə də bilərik. Bunu tam kvadrata da gətirmək olar. Eyniləşdirsək 8-ci dərəcədən 8 minus 2 kök 15 vurulsun. Bunun kvadratı 8 plus 2 kök 15 eləyir. Bu da elədir. Kök 8-ci dərəcədən 64 çıxılsın 64. O da 8-ci dərəcədən 2-nin kvadratı 4-cü dərəcədən 2. Variant oldu Y variant. Və yaxud bunu yaza bilərdik. Kök 5 minus kök 5 vur 5 vur 3. Yəni kök 5 minus kök 3-in kvadratı yaza bilərdik. Onunla da 8-ci dərəcə gedib 4-cü dərəcə alına bilərdi. Yəni bu şəkildə yazdıq. Sonra 34 nömrəli tapşırıqda ştrixlanan hissəyə uyğun cavabı soruşur. Bunu biz cavablar üzərində daha yaxşı yaza bilərik. B ilə C-nin birləşməsindən A-nı çıxmaq o idi ki, yəni burada kənarlar da ştrixlənmişdir. A variantı deyil, B deyil. C variantına baxaq. B ilə C-nin birləşməsini A ilə kəsişdirib. Bəli, cavab C variantıdır. 35 nömrəli tapşırıqda tənliyin köklərindən biri 3-dür. Digər kökünü tapın. Bunu yerinə yazıb eni də tapıb yerinə yazıb sonra diskriminantla tapa bilərik və yaxud viyyətlə tapa bilərik. 4 onda 5 bərabərdir. Bilirik ki, tənliyin kökləri hasili çevrilmiş kvadrat tənlikdə sərbəst səddə bərabərdir. Kökünün biri 3-dürsə, bu digər kökün mənfi 1 onda 5 olacaq. Cavab oldu Y variantı. 36 nömrəli tapşırıqda 2 rəqəmli ədədin rəqəmləri cəmi AB-dir. Rəqəmləri cəmi 12-dir. Yəni A plus B-miz 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm A-dır. Təşkillərini göstərən rəqəmin 50%-nə bərabərdir. Bu da B-dir. Yəni A B-nin 50%-nə bərabərdir. Buradan 2A bərabərdir B-yə. A-nın B-nin yerinə 2A yazsaq, 3A bərabər 12, A bərabər 4. A 4-dürsə, B də 8-dir. 2 rəqəmli ədədi göstərin deyir, o da elədir 48. Sonra 37 nömrəli tapşırığa baxaq. Daxilə çəkilmiş bucaqdır, qarşısı 150 dərəcə. Toxunanlar arasındakı bucaqla əmələ gətirdiyi qövsün cəmi 180 dərəcədir. Onda alfanı tapdıq 30 dərəcə. Bizdən soruşur hansı bucağı? DA yeni soruşur. DA yeni. Yəni 30 dərəcə. 38 nömrəli tapşırığa baxaq. Deməli 38 nömrəli tapşırıq A üstü 9 üstəgəl A üstü 3. Aşağına deməli kubu açılışıdır. A kubu üstəgəlinsin 1 bölünsün A kubu. Buradan A kubunu çıxarsaq A üstü 6 minus 1. Bunu da ortaq məxrəcə gətirsək. Bunlar getdi.
Bu da yukarı qalxanda A üstü 6. Variant oldu. B variantı. 39 nömrəli tapşırıqda x-2 sayda eşitsə bir işi 12 saata. X-6 sayda eşitsə həmin işi eyni məhsuldarlıqla 18 saata. Bilirik ki, işçi sayı ilə sərf olunan zaman tərs mütənasibdir. Yəni bunu alt-alta ixtisarımızı eləyə bilərik. Buradan qarşı-qarşıya vurur. 3x-18 bərabərdir 2x-4'ə. X bərabərdir 14'ə. Bizdən nəyi soruşur? X'i tapın 14. 40 nömrəli tapşırıq. Bu tip suallarda deməli bu kvadrat açılışıdır. 1 minus 2'də 1 eləyir 2'də 1 vur. 1 plus 2'də 1 2'də 3 eləyir. 1 minus 3'də 1 3'də 2 1 plus 3'də 1 3'də 4. Bundan həmişə bu tip suallarda bundan əvvəlkini də yazırıq. Ardıcıllığı oradan tapırıq. 1 minus 225'də 1'dən əvvəl 196'nın kvadratı var. 1 minus 14'də 1 yəni 14'də 13 vurulsun 14'də 15 vurulsun 15'də 14 vurulsun 15'də 16. Deməli 15'də 16. Buradan yazıram, buradan yerləşmədi. Burada 15'də 16. Baxırsınız ki, hamısı ixtisar gedir. Birincidə 2'də 1 qalır, axırıncıda 15'də 16 qalır. Bunlar da ixtisar getsə 15'də 8. Variant oldu A variantı. 41 nömrəli tapşırıqda biz A plus B'nin müsbət qiymətini soruşur. Biz bunu belə yaza bilərik. A plus B'nin kvadratı çıx 2AB bərabərdir 34'ə. A plus B'nin kvadratı çıxılsın 30 bərabərdir 34'ə. A plus B'nin kvadratı bərabərdir 64'ə. Müsbət qiymətini soruşur. Cavab oldu 8. 42 nömrəli tapşırıqda deməli AB D'ye paraleldir. DF BC'ye paraleldir. Bunları 110 dərəcə verir. Bu tip paralelliklərdə paralel olan xəttləri uzadırıq. Bunu da bu şəkildə belə uzatdıq. Buradan da bu şəkildə belə uzadırıq. Bura 70'dir. 70'dir. Bilirik ki, bura 110'dur. 110 oldu. Burada oldu 70 dərəcə. 70 dərəcə. Və bunlar da bizdən bu qarşılığı bucaqdır. Burada oldu 70 dərəcə. Bizdən soruşur nəyi tapın? YDF'i soruşur. YDF'i soruşur. Oldu 70 dərəcə. Deməli paralelliyə görə bunları 70 dərəcə. Doğrudur. 43 nömrəli tapşırıqda ABD 70 dərəcədir. Bura 70 dərəcədir. Bura 110 oldu. DC parçası burada onda 110'dur. DC BDY'nin təm bölənidirsə deməli bura 70 idi. Bura oldu 35, 35. Bizdən soruşur DSK bucağını tapın. Paralelliyə görə burada oldu 145. Variant oldu C variantı. 44 nömrəli tapşırıqda düzbucaqlı bucaqda düzbucaq təpəsindən çəkilən hündürlükdür. H kvadrat bərabərdir M vur yenə. Bizə BD'nin yerinə H kvadratı yazıram. Vurulsun. Deməli BD'nin yerinə yazdıq ki biz bir dəqiqə BD'nin yerinə H yazıram. AD vurulsun DC'nin yerinə H kvadratı yazıram. H kubu bərabərdir 125'ə, H bərabərdir 5'ə. Bizdən BD'ni soruşur. Cavab oldu 5. 10 detallı usta 3 günə, şagird 5 günə hazırlayır. Onda usta bir günə
bir günə 10/3 detal hazırlayır. Şagird bir günə 3 günə, deməli 5-in hazırlayırsa bir günə 10 detal usta 3 günə, şagird isə 5 günə hazırlayır. Bir günə olacaq ki, deməli 2 detal. Yəni 10 bölünsün 5, 2 detal. 2 detal. İkisi bilinişdə deyirsə, 3-də 10-un üzərinə 2-ni gəlirəm. Vururam x-ə bərabərdir 560. 560 detalı neçə günə hazırlayır? Bu 3'də 16x bərabərdir 560. X'i tapanda 560 vururam. 16'da 3'e. Bunlar 4'e ixtisar geçsə 4. Burada qaldı 140. 140 ilə də 4 ixtisar geçsə 31. 35 3'e vuranda elədi 105. Cavab oldu 105. Bir də baxaq. Deməli 560'ı böləndə 560'ı bölək 16'ya 348 85 35. Bəli 105 gün. Cavab oldu 105. Sonra baxıram 46 nömrəli tapşırığa. 3 ena bərabərdir MB-yə. MB-ni götürürəm 3K, enanı götürürəm K. Eyler Venn diaqramı çəkirəm. Adı bit. A fərq B 5'dir. Bura 5'dir. B fərqamız 19'dur. B fərqamız bura 19'dur. Deməli B fərqamız 19'dur. Bura mən kəsişməyə bir x deyirəm. Onda MB'nin elementlərinin sayı enanın elementlərinin sayından 3 dəfə çoxdur. Yəni 3'ü vuranda 5 minus x-ə bərabər olur 19 minus x-ə. 15 minus 3x bərabərdir 19 minus x-ə. 2x bərabərdir 4'ə, x bərabərdir 2'yə. Bizdən kəsişməni istəyir. Cavab oldu 2. 47 nömrəli tapşırığa baxıram. A plus B'nin kvadratı çıxılsın 4AB bərabərdir 0. Bunu açsaq olacaq A minus B'nin kvadratı bərabərdir 0'a. Deməli A minus B'miz 0'dırsa 0'ın üstünə 4 gələndə elədi 4. Sonra baxaq 48 nömrəli tapşırığa baxsaq. Buradan biz kökçü çıxardıram. Aldı 1 minus kök 5. Buradan kök 2'ni çıxardıram. Qaldı 1 minus kök 5. Bölünsün kök 3 minus kök 2. Vurulsun kök 5 minus 1. Bundan ortaq vuruq bunu çıxarsaq qalır kök 3 minus kök 2. Vurulsun kök 5 minus 1. Bölünsün kök 3 minus kök 2. Bunlar ixtisar getdi. Bunu da vuranda buna kvadratlar fərqi 5 minus 1 4 elədi. Cavab oldu 4. 49 nömrəli tapşırıqda aralarındakı məsafə 960 kilometre olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Birinci avtomobil, ikinci avtomobil. Aralarındakı məsafə 960 kilometrdir. Yola düşdü. Onlardan birincisi bu yolu 16 saata, o birisi isə 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Deməli, görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Biz burada sürətlərlə də eləyə bilərik. Birinci avtomobil V1 bərabərdir 960 bölünsün 16. Biz bunun sürətini tapa bilərik. 60 km bölünmüş saat. İkinci avtomobilin sürəti V2 bərabərdir 960 bölünsün 14. 2'ye ixtisar eləsək 480 bölünsün 7. Kilometr bölünmüş saat. İndi bizdən soruşur ki, deməli, bunlar ikisi bilinişdə görüşənə qədər deyirsə, yəni ikisi bilinişdə gediblər 960 kilometr yolu. Yəni, sürətlərin toplayıram.
Demirnişdə gedib 960 kilometr. Eyni zaman dediyinə görə zamanı eyni götürdüm. Və 7-də 900 vurulsun t bərabərdir 960'a. Biz buradan t'ni tapanda bunlar 30'a ixtisar geçsə 30 32. Bir de 2'ye ixtisar geçsə 16 15. T'ni tapanda 16'nı vururam 7'ye bölürəm 15'e. Bir dəqiqə bunu mən buradan yazdım qıraqdan. Deməli burada oldu 16 vur 7 böl 15 oldu. Bizdən sonra görüşənə qədər birinci avtomobil nə qədər yol getmişdi? Görüşənə qədər birinci avtomobilin getdiyi yol 60 vurulsun 15'də 16 vur 7 4 64'ü biz 7'ye vuranda 64 vurulsun 7. Bu da elədi 448 kilometr. Oldu deməli 448 kilometr gedib. Birinci avtomobili soruşur 448 kilometr yol gedib. Belə də yaza bilərdik. Yəni bunu tapmadan bu şəkildə də bunun getdiyi yol 16'da 1 tərs mütənasibliklə ilə x üstə gəlinsin 14'də 1 x bərabərdir 960'a. Buradan da biz yəni zamanla getdikləri yollar tərs mütənasibdir. Yəni 16 saata gedən zamanı çox olan daha az yol gedib. Bu şəkildə də yazmaq olar. Bu şəkildə də yazaq. Görək buradan nə alınır? 16'da 1 ilə 14'də 1'in ortaq məxrəci 112'dir. 112'də bunu biz 112'də deməli 16'nı 7'ye vuranda 112 eləyir. 7 bu da 8. 112'də 15x bərabərdir 960'a. Buradan x'i tapanda 960'ı vururam 15'də 112. Bunlar ixtisar getdi. 64 vurulsun 112. Bizim də birincinin getdiyi yolu soruşur. 16'da 1 idi. Deməli biz bunu 64 vurulsun 112'ni vuracağım 16'da 1'e. Bunlar ixtisar getdi 448. Bəli, variant 448 oldu. Sonra tərs mütənasibliklə daha rahat olar. Sonra baxıram 50 nömrəli tapşırığa. Çevrələr. Bu çevrələr deyir ki, arasındakı ən qısa məsafə neçə? Ən qısa məsafəni tap. Ən qısa məsafə deyəndə bunların mərkəzləri üzərində yerləşən bizdən bu ortanı soruşur. Bu x'i soruşur. Bu tip sualları yazanda bunu buradan belə çəksək. Bura 6'dır. Bura 10'dur. Bura oldu 24. X'in kvadratı bərabərdir 10'un kvadratı plus 24'ün kvadratı. X'i tapdım 26. İndi ən qısa məsafə bu aranı soruşur bizdən. 26'dan çıxacam radiusları. 16 çıx 6. Bu da elədi bizdə 4. Cavab oldu 4. 51 nömrəli tapşırıqda 180 kilogram 20% duz məhluluna 180'dir. Duz 20%li deyirsə 36'dır. Su 144'dür. Nə qədər su buxarlandırsaq bilmirəm. Məhlulum oldu 180 minus x. Duzum oldu 30. Vurulsun 100 bərabərdir 24. 24 ilə bunu ixtisar apara bilərəm. 360 çıxılsın 2x bərabərdir 300'ə. Buradan 2x bərabərdir 60'a. X bərabərdir 30'a. Deməli 30 qram su buxarlandırmaq lazımdır ki 24%li məhlul alınsın. İndi keçir gəlin 2 nömrəli tapşırığa. 3 bucaqlardır, bərabər tərəfli 3 bucaqlardır. Bu x deyirəm, burada x oldu, bura y deyirəm.
Bura olduğunda x minus y. Burada oldu x minus y. AC parçasının perimetri deyirsə, bilirik ki, qapalı fiqurun perimetri kənarlarıdır. Perimetri, yəni burada kənarları götürəcəm. X minus y üstəgəl x minus y üstəgəlinsin 2y üstəgəlinsin 2x bərabərdir 60-a. Bizdən də 3x minus 4x minus 4y bərabərdir 60-a. X minus y bərabərdir 15'e. Bizdən nəyi soruşur? AC parçası. AC ilə x minus y-dir. Cavab oldu 15. Bir də baxaq. Deməli, perimetri 60'dırsa, bura x minus y, x minus y, 2x minus 2y bu elədir. 2y burada, 2x minus 4y, 2x burada, 2x minus 4x minus 4y. Bəli, cavab elədi 15. Sonra keçək 53 nömrəli tapşırığa. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayından, X oxuyanların sayı Y oxuyanların sayından 4 mislidir. Y oxuyanlar K'dırsa, X'i oxuyanlar 4K'dır. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabərdir. Yəni, hər iki qəzeti oxuyan, belə deyək, Euler-Venn diaqramı çəkirəm. Hər iki qəzeti oxuyan tutaq ki, A-dırsa, X yazıram, bura Y yazıram. Bura qaldı 4K minus A. Bura qaldı K minus A. Oxumayanları da kənardan yazıram. A-ya bərabər. Çünki deyir, oxumayanlar. Bunun hamısını toplasaq, 5K bərabərdir 80-ə, K bərabərdir 16-ya. K 16'dır. X qəzeti oxuyanların sayı 64 oldu. Deməli, belə çıxır ki, bunların kəsişməsi yoxdur, sıfırdır. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanlar. Deməli, hamısı qəzet oxuyub, amma ortaq qəzet oxuyanlar olmayıb. 64. Deməli, burada bizdə 54 A kvadrat minus B kvadrat bərabərdir 6AB verib. A plus B bölünsün A minus B'ni soruşur. Buna bir T deyirəm. Hər tərəf kvadrata yüksəldirəm. Yuxarıda olur A kvadrat minus 2AB. A kvadrat minus 2AB minus B kvadrat bərabərdir T kvadrat. A kvadrat minus B kvadratının yerine 6AB yazsam yuxarıda alınacaq 8AB. Aşağıda alınacaq 6AB'dən 2AB çıxanda 4AB. T kvadrat bərabərdir 2'ye. T də bərabərdir köşdə 2'ye. Müsbət dediyinə görə cavabı müsbət götürürəm köşdə 2. 55 nömrəli tapşırıqda qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, adı B'dir. Birinin dərəcə 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. A'nı götürürəm 2K, B'ni götürürəm 3K. Cəmləri 180'dir. 5K bərabər 180'ə, K bərabər 36'ya. Bu bucaqları tapın. Biri oldu, A oldu 72, B oldu 108. Oldu əziz abituriyentlər, uğurlar arzulayıram hər birinizə. İnşallah hər kəs yüksək nəticə yığıb. Səhv yazanlar ruhdan düşməyib, növbəti imtahana hazırlaşsınlar. Ətraflı suallar izah eləməyə çalışdım. Ola bilər hesab səhvləri ola bilərsə üzrü sayın. Kanalımıza abunə olmağı unutmayın.